Masallıda ölümlə nəticələnən qəza baş verib. Hadisə səhər saatlarında Ələt-Astara magistralının 137-ci kilometrliyində Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Ərkivan qəsəbə sakini 35 yaşlı Şədolla Vəliyev idarə etdiyi Kia Optima markalı minik maşını Kamaz markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Masallı rayonunun Ərkivan qəsəbə sakinləri 59 yaşlı Sevda Hüseynova, 49 yaşlı Aslan Hüseynov və 50 yaşlı Şəhla Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların müalicələri müvafiq şöbədə davam etdirilir. 8 gün 2025-ci il tarixində saat 18:20 radələrində yol nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər, ikisi qadın, ikisi kişi olmaqla Masallı rayon mərkəzi xəstəxanasına daxil olmuşdur. Hər birinə ilkin tibbi xidmətlər göstərilib. Bir nəfər qadının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilmişdir. Digər hadisə iştirakçını cərrahiyyə şöbəsində müalicə almaqda davam edir. Bir nəfər isə xəstəxanaya daxil olarkən vəziyyəti ağır olduğundan bir neçə dəqiqə sonra dünyasını dəyişmişdir. Faktla bağlı araşdırma aparılır.